mövzu o deyil ha ki, bütün mənalarda xoşbəxt olasan. Şəxs olaraq, şəxsiyyət olaraq iç dünyamızı sağlam qura bilmişiksə, möhkəm özüllər üzərində qura bilmişiksə, istəyir 40 yaş olsun, istəyir 50 yaş olsun, hətta genetikanın da bura təsiri yoxdur. İnsan özünü yaxşı hiss edə bilər. Mən şükür edirəm, bu barədə yaxşı səbəblərim var ki, iç dünyamı təmiz saxlamışam, təmiz materiallarla quraşdırmışam. Ömrümün içərisinə, həyatımın içərisinə belə düşünürəm ki, çox eybəcər şeyləri daxil eləməmişəm. Ona görə bu yaşımda özümü yaxşı hiss edirəm. İçəridən gənc hiss edirəm, içəridən ruhlu hiss edirəm. Həyat eləməsin ki, həyat bizə ağır dərdlər qismət eləməsin. Onsuz da görəcəklərimizi görəcəyik. Amma nə qədər görəcəklərimiz olacaqsa da ona hazır olmaq üçün, hazır qalmaq üçün, möhkəm durub onları qarşılamaq üçün içəridən sağlam olmamız çox yaxşıdır. Mən öz dostlarıma da bunu arzu edirəm və kimin ki o mövzuda biraz çatışmazlığı var, ən azından bir söhbətlə, bir mövzu ilə o yerləri doldurmağa çalışıram. Yəni istəyirəm əhatəmdə də elə insanlar olsun ki, rastlaşanda bir-birimizə pozitiv ötürə bilək.